Sosial şəbəkələrdə qeyri-peşəkar şəxslərin və ya jurnalistlərin tibbi savada malik olmadan həkimlər haqqında rəy bildirməsi və hadisələri qiymətləndirmələri ciddi narahatlıq doğurur. Məsələn, X klinikasında baş vermiş bir hadisə tanınmış və hörmətli bir mütəxəssisin adı ilə əlaqələndirilir və bu da onun reputasiyasına mənfi təsir göstərir. Belə halların ictimailəşdirilməsi hansı hallarda doğrudur və hüquqi baxımından necə tənzimlənə bilər? Təəssüf ki, bu həkimlərin bu şəkildə, bəzən belə deyirik, həkim, cərrah bir futbol oyununda bir qapıçıdır. 90 dəqiqə çox 10 dənə qol qutara bilər, amma 91-ci dəqiqədə xətalı bir qol yiyər. Halbuki komandası, belə deyim, udmağa layiq deyildi. Əslində qapıçı çox yaxşı oynadığı üçün son dəqiqəyə qədər komanda uduzmurdu. Amma son dəqiqə bir xətasından qol bıraxdı, amma hər kəs dönüb qapıçıya baxır. Amma bu qapıçı onsuz da oyunun əvvəlində buraxmalı qolu qutardı. Bu qol mümkün deyildi, ancaq bu qutara bilərdi. Heç kim bu nəzərə almır. Bizim işimiz də belədir. Bizim iş heç kəs sizin 500 min xəstənin əməliyyat elədiyini baxmaz. Siz orada birində, ikisində ağırlaşma olduqsa ya müalicəsi gecikdirsə, bunu müzakirə eləyər. Xəstələr də olaraq, xəstəxana rəhbərliyi də olaraq. Biz həkimlər özlərimiz də beləyik, amma buna profesional yanaşma olmadıqca, səhiyyə belə deyim, rəhbərliyi olsun, ictimai jurnalistlər və s. sosial şəbəkədə hətta jurnalist olmayan belə deyim, insanlar, jurnalistləri bir şey demirəm, onların işi də araşdıra bilərlər. Təbii ki, profesional rəy araşdırsın, rəsmi fikir öyrənsin. Həqiqətən bəzən xəstənin həqiqi mənada müalicəsinə əvvəldən axırda yanında olmayan, iştirak etməyən, işin içini bilməyən xəstə yaxınından gedib soruşurlar. Halbuki bunun xəbəri yoxdur. Əsl bilən, heç xəbəri var, o danışmır, danışmaq istəmir ya da bilərəkdən bilməyəni qabağa salıb daha çox haykü eləyəcəyini düşündüyü üçün. Yəni, orada o qədər nüanslar var ki, bu çox qarışıq bir hekayədir. Yəni, xəstəni başa düşmək lazımdır, xəstə yaxındadır, amma bəzən bizim belə hadisəni bildiyimiz xəstə və ağırlaşmış bizim xəstəxana olsun, başqa xəstəxana olsun, İçini bildiyimiz xəstəlik barədə elə bir ictimai rəy formalaşdırılır ki, baxırsan ki, tam əlaqəsi yoxdur və sırf yönləndirmə var, bilərəkdən ya da bilməyərəkdən. Çünki uyğunsuz, adekvat olmayan şəkildə ilkin şey başlanılıb, profesional rəy yoxdur. Burada yəqin ki, bu ümumi bir, bəlkə də ölkə qanunvericiliyi səviyyəsində artıq araşdırılmalıdır və müəyyən bir prosedur gətirilməlidir məncə.